Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan prezidentinin mükafatını alan şəxslərin arasında bir sıra məşhur adlar var. Mükafatlandırılanlar arasında əməkdar artist Çingiz Əhmədov və oğlu aktyor İbrahim Əhmədov da var. Belə ki, onlar səhnə fəaliyyəti ilə bağlı təltif ediliblər. Qeyd edək ki, 63 yaşlı Çingiz Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrındakı rolları ilə, oğlu İbrahim isə son illərdə çəkilən seriallardakı obrazları ilə yadda qalıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-nədək ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-sindən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.